Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel âkıbetu littakva vel yakin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Habibina ve habibi ilahil alemin. Ebil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed. Ve ala ahli beytihi teyyibine tahirin siyyemel hacca beqiyetillah fil aradin ve la'na ala a'daihim ecma'in ila qiyami yevmiddin. Amma ba'd, qalallahu'l hakim fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə eləyirəm. Allahın salamı, rəhməti, məğfirəti cümə günündə hər birimizin, sizlərin və bizlərin üzərinə şamil olsun. Allah Teala öz xeyrini, bərəkətini inşallah ki bizlərdən əsirgəməsin. Yadıma gəlir, bu mövzuyla bağlı orucluq ayından qabaq bir məsələyə toxunmuşduq. Nəhcül Bəlağədən Həzrət Əli əleyhissalamın sözlərindəndir bu sözlər. Əvvəlin oxumuşduq, dedik ki, axırı ki qaldı bir qədər bir hissəsi, onu da dedik inşallah vaxt düşəndə yavaş-yavaş tərcümə eləyib inşallah ki ətrafında 5-3 kəlmə ilə tamamlayarıq. Ümumiyyətlə bu məsələ, bu hikmətlə bağlı, Həzrəti Əleyhisselamın bu sözləri ilə bağlı baxırsan, görürsən ki, həmin o məsələdə Həzrət buyurur ki, insan günahlarını dilə gətirməlidir. Yəni, ümumi tövbə bəyənilən bir şey deyil. Tövbə eləyəndə insan deməlidir ki, ilahi, mənim məsəl üçün, məndə filan əgər əksiyi var, məndə filan günah var, filan günahımı bağışla. Və Həzrət Əleyhissalam bu sözdə, bu xütbədə, bu məktubda belə deyək, möminlərin nöqsanlarını özlərinə bildirir. Möminlərin eyblərini açır, özlərinə bildirir ki, möminlər, iman gətirənlər bu xüsusiyyətlərdən tövbə eləsinlər. Bu xüsusiyyətlərin əksəriyyəti lə təkunla başlayır. Lə təkun, yəni belə kəslərdən olma, bunlardan olma. Hansı kəslərdən olmayaq? Həzrət Əleyhissalam hansı xüsusiyyətləri bizdə görmək istəmir? Bundan əvvəlki mövzələrdə bir hissəsini demişdik. Hansı xüsusiyyətləri bizdə görmək istəmir bizim imamımız və bu xüsusiyyətlərdir ki, əsasən dindarların içindədir. Yəni dindarların Həzrət Əleyhissalam eybini deyir. Həzrət Əleyhissalam ümumi halda ki, hansı xüsusiyyətlər dindarlar içində geniş vüsət alıb, yayılıb. Lə təkun, yəni o kəslərdən olma. Keçən dəfə dedik və bugün inistəğnə bətirə və futinə buyurur ki, o kəslərdən olma ki, varlı olan vaxt, ehtiyatsız olan vaxt ya göz ağardır başqalarına, ya da aldanır. Biraz dövləti çoxaldısa, varı çoxaldısa, sərvəti çoxaldı, adam ümumiyyətlə şad olanda gözü ayağının altını görmür, axı, başı gicəllənir. Deyir, o kəslərdən olma ki, o kəslər varı çoxalanda, sərvəti çoxalanda ya göz ağardır, ya da ki, dünyaya aldanır. Deyir, adam şad olanda diqqətsiz olur başqalarına qarşı, çox sevinəndə. Deyir, o kəslərdən olma ki, pulu çoxaldı, ehtiyatsızlığı aradan getdi, ayağının altını görmür, ətrafdakılara zülm eləyir, diqqətsizlik eləyir, hörmətsizlik eləyir, özü də deyir, dünya malına aldanır. Həzrət Əleyhissalam deyir ki, bu şəxslərdən olmayın. Sonra buyurur ki, və iniftəqara fətinə və
və vahana. O kəslərdən olma ki, kasıblayanda, fəqir olanda. Fəqir burada pul mənasında deyil. Ümumiyyətlə fəqir olmaq, yəni nədənsə məhrum olmaq. Məsələn, birinə demişdilər ki, sənə işə düzəldəcəyik, o alınmır onun işi. Biri və yaxud da universitetə imtahan verir, qəbul olmur, məhrum olur. Bu fəqirlik bu mənadadır. Yəni nədənsə məhrum olmaq. Deyir, fəqir olanda o kəslərdən olma ki, fəqir olanda məyus olur, ümidsiz olur, süst olur. Ehtiyatsız olanda, imkanı olanda yeri görmür bunun gözü, ayağının altını görmür. Elə ki, biraz fəqir oldu, o saat ümidsizliyə qapılır, ruhdan düşür. İndi baxaq görək bizdə bu xüsusiyyət var yoxsa yoxdur. Pulu yaxşı olanda, ehtiyaclarını ödəyəndə başı gizəllənir. Elə ki, fəqir oldu, o zaman ümidsizliyə düçar olur və süst olur, həvəssiz olur. Sonra Həzrət Əleyhisselam buyurur ki, yuqassiru izə amilə və yubaliğu izə səələ. O kəslərdən olma ki, əməl eləyəndə qüsurlu əməl eləyir, nöqsanlı əməl eləyir, naqis əməl eləyir. Amma xahiş eləyəndə kamilini istəyir. Yəni, özü bir işi görəndə nöqsanlı iş görür, əgər əksiyi görür, tam kamil şəkildə yerinə yetirmir. Bundan biri xahiş eləyir, müəyyən işləri görsün. Bu, o işi tam şəkildə yerinə yetirmir, naqis şəkildə yerinə yetir. Amma özü birindən xahiş eləyəndə istəyir ki, buna kamilini versinlər, buna kamil şəkildə xidmət eləsinlər. Deyir, o kəslərdən olmayın ki, özü nöqsanlı bir şey elədiyi halda başqasından kamil şəkildə xidmət istəsin. Bir şeyi birindən xahiş eləyəndə istəyir ki, ona kamilini versinlər. Özü bir işi görəndə isə o işi naqis görür, kamilini yerinə yetirmir. Bir dənə, məsəl üçün, mal almağa gedir, nəsə alacaq, nəsə lazımdır. Həmin o malın orasına baxır, burasına baxır, diqqətlə incəliyir. Nə bilim, burada bunun bu rəngi gedib biraz, bir qədər, nə bilim, sınığı var, çatdağı var. Elə şeylərə özü diqqət eləyir. İstəyir ki, hər şeyin kamilini əldə eləsin. Amma özü xidmət eləyəndə, cəmaat kimsə bundan nəyisə xahiş eləyəndə, özü o işi naqis yerinə yetirir, kamil yerinə yetirmir. Deyir ki, Həzrət Peyğəmbər Səd dünyasını dəyişmişdi, Sədin qəbrini düzəldir. Dəfn eləyəndə o qədər deyir, diqqətlə qəbri düzəldirdi, malalayırdı, qəbrin daşlarını düzürdü. Dedilər ki, ya Rasulallah, bu torpağın altında qalacaq da, bina tikmirsən ki, niyə görə bu qədər səliqənlə, səhmanla bu qəbri düzəldirsən? Bu ki, torpağın altında qalandı. Deyir ki, bəli, bilirəm, bu torpağın altında qalacaq. Mən bilirəm ki, bu xarab olacaq. Amma Allahın xoşu gəlir. Allahın xoşu gəlir ki, mömin bir işi görəndə onu kamil şəkildə yerinə yetirsin. Kamil şəkildə yerinə yetirsin. Yaxşı yerinə yetirsin. Nə olsun ki, deyir, torpağın altında qalacaq. Allahın xoşuna gəlir ki, onu gözəl şəkildə təqdim eləyəsən. Adam var, ümumiyyətlə şəxsiyyətinə sığdırmır. Şəxsiyyəti imkan vermir ki, işi başdan solda eləsin, naqis eləsin. Deyirlər, bir şey oturub yazanda, bir iş görəndə onu ən kamil şəkildə görün. Çünki hər işinizi Allaha təqdim eləyirsiniz. Hər işiniz Allaha hədiyyədir. Nə iş görürsən gör, kamil şəkildə gör. Deyir, mömin nə iş görürsə, onu kamil şəkildə görər. Və bir dənə də qayda bölüşüm sizinlə. Bir adam ki, dünya işlərini naqis yerinə yetirir, gözləmə ki, namazı kamil olsun onun, din işləri kamil olsun. Ümumiyyətlə, dünya işləri, ümumiyyətlə bir adam bir işi, bunun xislətində varsa, naqislik varsa, naqis yerinə yetirməyi xoşlayırsa, bu adamdan din işləri, yəni namazı, ibadətini kamil şəkildə yerinə yetirməyə bundan gözləməginəm. Olmayacaq. Və bu biz müsəlmanların nöqsanlarından biridir. Buyurur ki, in aradat lahu şəhvətun əslafəl ma'siyə və savvəfət təvbə və in aradhu mihnətun infaraca ən şəraitil milləh.
Buyurur ki, elə ki, günah üz verdi bu insanlara, bu insanlar tələsirlər, günaha tərəf tələsir, tövbəyə tərəf isə tələsmirlər, tövbəni, belə deyək, təxirə salırlar. Deyir, bu insanlardan olma ki, günaha tərəf tələsəsən, tövbəni təxirə salasan. Demir, günah eləyir. İndi adam günah eləyər də, məsələn, hamı məsum deyil ki, Əleyhisselam deyir ki, günahla tövbəyə münasibətimiz səhvdir sözüm. Deyir, bu nə şəxsiyyətdir səndə ki, günah görəndə tələsirsən ki, əldən verməyəsən. Tövbədə isə tövbəni təxirə salırsan. Dalısıca buyurur ki, bir sıxıntıya düşəndə, bir dənə buna sıxıntı baş verəndə, üz gətirəndə yaxşı işləri həvəssiz yerinə yetirir. Məsələn, birini görürsən, bir dənə problemi var, başına bir dənə iş gəlir, problemli vəziyyətə düşüb. Deyirsən ki, məsələn, namazın vaxtıdır, dur gedək namaz qılaq, ibadət edə. Deyirsən, Allah gözləyə, mənim indi heç o halım deyil. Qoyla bir özümə gəlim, sonra qılaram, özümə gəlim, sonra dua eləyərəm. Deyir, o kəslərdən olma ki, bir sıxıntı üz verəndə sənə, sən yaxşı işləri təxirə salasan. Buyurur ki, yəsiful ibara və la ya'tabir. Deyir, ibrətli danışır, amma özü ibrət götürmür. İbrətli danışır, danışığında ibrət var, amma öz danışığından özü ibrət götürmür. Və yubaliğu fil mev'izə və la yetta'iz. Buyurur ki, mövzə eləyəndə, danışanda, birini mövzə eləyəndə mübaliğəyə yol verir, şişirdir. Belə olmaz, filan olmaz. Özünə mövzə eləyəndə qəbul eləmir. Özü kimisə mövzə eləyir. Özü kimisə mövzə eləyəndə mübaliğəyə yol verir. Elə ki, bunu mövzə eləmək istəyirlər, onu qəbul eləmir. İstəmir ki, bunu mövzə eləsinlər. Mövzə eləməyə candır, amma söz eşitməyə canı çıxır. Cəmaatı rahat mövzə eləyir, özü isə mövzə eşitmir. Bir dənə bir söz deyim sizə, ümumiyyətlə dəqiqə başı hamını yığıb qabağına, yəni başına ağıl qoymaq bəyənilən bir şey deyil. İndi biz neyinə, bizim işimiz budur. Həqiqətən bu belədir. Yəni, yığasan, ancaq danlayasan, var el o cür insanlar, danlayır, sən busan, osan, o cürsən, bu cürsən, onu, ümumiyyətlə, hər dəqiqə başı yığasan qabağına, kimisə belə danlayasan, bu deyir, iş deyil. Yəni, çox da bəyənilən bir şey deyil. Niyə görə? Çünki bəzən görürsən ki, insanlarda, möminlərdən danışır İmam Əleyhisselam, bəzən görürsən ki, bizim daxilimizdə olan bəzi naqis xüsusiyyətləri biz belə deyə bilmirik, moizə dili ilə çatdırmağa çalışırıq. Məsəl üçün, birinin maşını var, pulu var, bu da paxılçılıq eləyir ona. O paxılçılığını büruzə verə bilmir, yandığından mövzə eləməyə başlayır ki, adamın əli çörəyə çatanda bu cür məğrur olmaz, o cür olmaz, bu cür olmaz. Deyir, yox, bu paxıllıq dilidir. Sadəcə yığılır, qalır bunun içində, partlayanda mövzə dili ilə çıxır bunun, belə deyək, ürəyindən. Deyir, bu yaxşı iş deyil. Mövzə eləməyin 2 dənə xüsusiyyəti var. Mövzə ürək yanğılığından olmalıdır. Məsəl üçün, imam, peyğəmbər, arif insanları mövzə eləyəndə ona ürək yananlığından mövzə eləyirdi. Məsəl üçün, Həzrət Peyğəmbərin sözü var da, deyirdi ki, mən və Əli bu ümmətin atalarıyıq. Atanın uşağa, övladı ürəyi necə yanar? Deyir, ürək yananlığından olmalıdır, kin-küdurətdən olmamalıdır mövzə. Mövzənin xüsusiyyəti bir, budur ki, ona ürəyi yansın. İkincisi budur ki, onu özündən üstün biləsən. Qarşındakını özündən üstün biləsən. Belə də olur, deyir, bəli, belə də olur. Məsəl üçün, biri səndən gözəldir, onun gözəlliyini belə deyə qəbul eləyirsən. İndi məsəl üçün, biraz saçı dağılıb, ona deyirsən ki, saçı düzəlt. Həm ürək yananlığındandır, həm də onun o gözəlliyini qəbul edirsən. Deyirsən ki, maşallah gözəlsən, bunu belə daha gözəl olur. Yəni, mövzənin xüsusiyyəti bu olmalıdır ki, bir, ürək yananlıqdan mövzə eləməlisən, 2 də özündən üstün bilməlisən mövzə olunanı.
Məsəl üçün, bu cür insanlar özünə qarşı tələbkar insanlardır. Məsəl üçün, birinə danışırsan, söhbət eləyirsən, görürsən ki, hər şeyi elə öz üzərinə götürür. Məsəl üçün, içki içəndən danışsan, şərabdan danışırsan, görürsən ki, bu oturur ağlayır. İçmir, özü də ibadət əhlidir, amma oturur ağlayır. Çünki özünə qarşı tələbkardır, başqalarına qarşı güzəşlidir. Məsəl üçün, heç kimə demir ki, filansa, sən filansan, sən filansan. Danışanda ümumi danışır, amma özündən tələb eləyir, özündən hesab kitab eləyir. Özünə deyir ki, sən niyə görə bunu belə elədin? Amma başqalarına qarşı danışanda qayıdır, deyir ki, gəlin qardaşlar, günah əhli olmayaq, günah eləməyək. Başqalarına qarşı ümumi danışır, amma özündən tələbkardır. Həzrət Əli əleyhissalam bu adamlardan danışır ki, özləri moizə qəbul eləmir, başqalarını moizə eləyir. Və o gündən ki, uşaq görə evdə ata ananı dediyi səhvi qəbul eləməyə, ana da atanın dediyi səhvi qəbul eləməyə. Onda uşaq, ata-ana uşağa söz deyəndə deyəcək ki, ürəyində gedin işinizlə məşğul olun. Siz evin içində bir-birinizə deyilən sözü qəbul eləmirsiniz. Ata, sən anama deyirsən bu səhvdir, o qəbul eləmir. Ana, sən atama deyirsən bu səhvdir, o onu qəbul eləmir. Sonra Həzrət buyurur ki, və huva bil qavli mudillun və minəl amali muqillun. Buyurur, danışanda çox danışır, amma əməl eləyəndə az əməl eləyir. O kəslərdən olmayın ki, danışanda çox danışasınız, əməldə az riayət eləyəsiniz. Yunafisu fīmə yəfna və yusamihu fīmə yəbqa. Buyurur, fani işlərə ürək bağlayır. O kəslərdən olmayın ki, fani işlərə ürək bağlayasınız. Nəfəs alır fani işlərlə, boş işlərlə, dünya işləri ilə nəfəs alır. Amma əbədiyyətinə aid olan işlərdə səhlənkarlıq eləyir. Gedir, məsəl üçün, maşın seçməyə, maşın alacaq da özünə. Maşını seçəndə orasına baxır, burasına baxır. O maşın seçməkdən ləzzət alır bu. İndi mənim başım çıxmırdı, məsələn, diskinə baxır, motoruna baxır, neçənci ildir, nə bilim, bu nə qədərdir, orası, burası ləzzət alır bundan. Amma deyir, əbədiyyətinə aid olan işlərdə namaza gələndə, namaz vaxtı gəlir, namazın azan verildi, namazı tez qılır, çıxır gedir, ondan ləzzət almır. Amma dünya işlərindən ləzzət alır, başlayır ləzzət almağa. Oruç tutur, elə saatları sayır ki, görəsən, azan vaxtı nə vaxt olacaq, iftar mı eləyim? Amma digər işlərdə başlayır ləzzət almağa. Başlayır digər işlərdə ləzzət almağa. Deyir, o kəslərdən olmayın ki, dünya işlərinə, dünya proseslərinə, belə deyək, ürək bağlayasınız. Amma mənəvi işlərə çatanda süslük eləyəsiniz. Yaral ğunmə məğrəmə vəl ğurmə məğnəmə. Buyurur ki, zərəri xeyir sayır, xeyri ziyan, zərər. Zərəri xeyir bilir, o kəslərdən olmayın ki, zərəri xeyir biləsiniz, xeyri ziyan biləsiniz. Deyir, Həzrət Peyğəmbər heyvanı kəsdi, hər şeyini verdi. Bir dənə budu qaldı. Səhabələr dedilər ki, ya Rəsulullah, hər şeyi verdi, bu bir budu qaldı. Deyir, yox, bizdən gedən elə bu bud oldu. Nə vermişdiksə o bizim idi. Nə paylamışdıqsa o bizimdir. Bu indi pişirəcəyik, yiyəcəyik, bu bizdən getdi. Nə getdisə elə bizdən gedən bu buddur. Bizə qalan bu bud deyil. Bir də görürsən, biri yardım eləyir, deyir ki, mənə lazım idi bunu eləmək, ziyan bilir. Deyir, yox, sən elə qazandığın odur, belə deyək. Həzrət buyurur, yaxşəl maut və la yubadirul faut. Buyurur, ölümdən qorxur, amma ömrünü fauta verir. O adam ki, ölümdən ehtiyatlanır, gərək zamanın qədrini bilsin. Bu zamanın sağa sola xərcləyir. Deyir, onlardan olmayın ki, ölümdən qorxasınız, amma vaxtınızı da boş yerə xərcləyəsiniz. Sonra buyurur ki, yəstə'zimu min məsiyyəti qayri mə yəstəqillu əksərə minhu min nəfsihi və yəstəksiru min taatihi mə yəhqiruhu min taati qayri. Buyurur ki, başqalarının günahlarını böyük sayır, özü ondan böyüyünü eləyir.
Məsəl üçün, filan kəs bu boyda günah elədi, amma özündən xəbəri yoxdur, özü ondan böyüyünü eləyir. Deyəndə də deyir ki, neynəmişəm ki mən? Mən heç eləməmişəm. Başqasının xeyir işini kiçik görür. Məsəl üçün, biri xeyir iş görəndə deyir ki, eləməli də borcudur. Amma özü eləyəndə xırda bir iş onu böyük görür. Özü ondan aşağı iş görəndə onu şişirdir əməlini. Buyurur ki, fəhuvə alən-nas ta'in və li-nəfsihi mudahinun. Cəmaata tənə vurur, özünə bəraət qazandırır. Hey ona buna tənə vurur. Ona göz vurur, buna göz vurur. Sən beləsən, sən o cürsən, səndə bu çatışmır, onda bu çatışmır. Amma öz günahlarına bəraət qazandırır. Əlləhu ma'al-əğniyyə əhəbbə iləyhi minəz-zikr ma'al-fuqara. Deyir ki, varlıların yanında ləhv, boş-boş vaxt keçirmək, kasıblarla Allahı yad eləməkdən daha sevimlidir bunun üçün. İndi təsəvvür elə, biri bunu bir məclisə dəvət eləyib, zəngin adamdır. Zəngin adamdır. Oturur saatları sayır ki, nə vaxt gələcək gedim onunla oturum, 2 kəlmə söhbət eləyim. Amma biri fəqirdir, kasıbdır, Allahı yad eləyəcək onunla, Allahı zikr eləyəcək və yaxud da 2 rükət namaz qılacaq, onu aşağı bilir varlıqla oturub söhbət eləməkdən. Mən demirəm, amma Həzrət buyurur ki, varlıların yanında ləhv, boş-boş vaxt keçirmək, kasıblarla Allahı yad eləməkdən daha sevimlidir o insan üçün. Deyir, bunlardan olmayın, lə təkun. Bu cür insanlardan olmayın ki, onlar xoşlayırlar boş-boş vaxtlarını zəngin adamların yanında keçirsinlər, amma fəqirlərlə oturub Allahı yad eləməyi xoşlamırlar, sevmirlər. Yahkumu ala ghayrihi li nafsihi və la yahkumu alayha li ghayrihi. Buyurur, başqasının əleyhinə, özünün xeyrinə rahat hökm verir. Başqasının əleyhinə, özünün isə xeyrinə rahat hökm verir. Öz əleyhinə, başqasının isə xeyrinə hökm çıxarmır. Harada bunun xeyri yoxdursa, başqasının xeyri varsa orada hökm vermir. Amma harada bunun xeyrinədirsə, orada hökm verir, başqasının əleyhinədir. Biri buna bir şey eləyən kimi qayıtır ki, ay ədalətli o. Qardaşlıq, insaf, mömin qardaşlıq harada qaldı? Orada deyir bunu. Amma bu cəmaata qarşı o cür olmur. Amma özü heç kəsə qarşı insafa riayət eləmir, ədalətə riayət eləmir. Və bunu rahat şəkildə eləyir özdə, bu ədalətsizliyi, insafsızlığı. Yurşidu gayruhu və yuğvi nəfsəhu. Buyurur, başqasına yol göstərir, amma özü aldanır. Başqasının üçün mürşiddir, yol göstərəndir. Başqasının başına ağıl verir, yol sən bunu belə elə, bunu belə elə, amma özü gəlil aldanır. Fəhuvə yuta'u və ya'si və yəstəvfi və la yufi. Deyir, o itaət olunur. Diqqət eləyin. Deyir, itaət olunur. Xoşlayır ki, bu nədirsə desələr baş üstə. Əmr eləsin, hamısı bunun qulluğunda olsun. Amma özü heç kimdən əmr almağı sevmir. Deyir, o kəslərdən olmayın. Və lə təkun. Lə təkun. Olmayın o kəslərdən ki, özü xoşlayır ki, buna itaət eləsinlər. Amma özü itaəti qəbul eləmir. O kəslərdən olmur. Xoşlayır, bunun əmrinə hamısı girsin. Amma özü xoşlamır ki, kimsə buna əmr versin. Cəmaat ona artıqlaması ilə eləyir. Bu başqalarını bu başqalarından əsirgiyir. Və yaxşəl xalq axırdır. Və yaxşəl xalq fi qeyri rabbihi və la yaxşə rabbəhu fi xalqihi. Buyurur, Allah yolunda cəmaatdan çəkinir. Allah yolunda cəmaatdan çəkinir. Cəmaat barədə Allahdan qorxmur. Allahın bir vacibini eləyəndə deyir ki, cəmaat görəsən nə deyər mənə? Məsəl üçün də gəlib çıxıb 40 yaşına, 50 yaşına deyirlər namaz qılar. Bundan sonra mənə nə deyərlər? Bu vaxtacan namaz, hindi görəsən. Allahın vacibini yenə cəmaatdan çəkinir. O dəqiqə deyir, birinə deyirsən ki, bir
övladındır, övladının belə deyək, yaxşı günüdür, ailəsinin özünün qoyulduğu gündür. O üçün gəl, İslami Allah bəyənən, şəri nöqteyi nəzərdən Allah bəyənən, həm də onun belə deyək, ailəsinə xeyirli olan bir toy mərasimi təşkil elə. Cəmaat mənə nə deyər? Onlar gəl, mən gedmişəm onların toyunda, bu cür, o cür. Orada cəmaat, Allahın vacibini atır, cəmaatı fikirləşir. Amma cəmaat barəsində Allahdan qorxmur. Onun haqqına girir, bunun haqqına deyir, onun arxasıca danışır, bunun arxasıca danışır. Cəmaatla münasibətdə heç Allahdan qorxmur. Nə istisün eləyir cəmaat barəsində. Həzrət Əleyhisselamın bu kəlamı burada qutarır. Bir dənə fikir verin, görün Həzrət kəlmələrlə necə oynayır. Filan, 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 filan Əleyhisselam. Sonunda bunu demək istəyirəm ki, gəldi bir nəfər Həzrət Əleyhisselamın yanına etiraz elədi. Xəvariclərdən idi, səhv eləmirəm. Özü əsəbi şəkildə. Qayda deyir ki, bizə ləzzət edir Həzrət Əleyhisselamın bu kəlmələri, bu sözü. O qəzəblənir. Deyir, axı sən necə olur ki, səndən nə soruşuruq, düşünmədən cavab verirsən. Həzrət Əleyhisselam'a dedi, bu necə olur? Sənə sual veririk, sənə sual verəndə sən düşünmədən ona cavab verirsən. Elə bil ki, elə gözləyirsən ki, bu sualı verəcəklər mənə, əvvəlcədən hazırlaşmışam. Özdən nə soruşuruq səndən? Sən düşünmədən cavab verirsən. Üstə gəl bununla bərabər elə gözəl şəkildə sözləri düzüb qoşub cavab verirsən ki, bu nə olur? Bu nə deyil? Həzrət Əleyhisselam baxır ona, sual verir. Dedi ki, adını soruşsalar fikirləşərsən? Dedi ki, yox, fikirləşmərəm. Dedi, indi mən neyniyim ki? Həzrət Əleyhisselam cavab verir. Dedi, indi mən neyniyim ki? Bütün aləmlərin həqiqətləri mənim yanımda öz adım kimidir. Bütün aləmlərin həqiqətləri mənim yanımda öz adım kimidir. Deyir, sənə adını sual versələr ki, adın nədir? Düşünüb cavab verərsən, yoxsa o dəqiqə? Deyir, o dəqiqə. Deyir, indi mən neyniyim ki, bütün aləmlərin həqiqətləri mənim yanımda? Adını necə bilmirsən, mən onu o cür bilirəm. Bütün aləmin həqiqətlərini öz adım kimi bilirəm mən. Baxın, bu Həzrət Əleyhisselamın bu hikməti 150 neçədir, ərəbcəsi var, bilməm, tərcümədə tapa bilirsiniz, tapın bunu, oxuyun ümumiyyətlə. Baxın bu hikmətə, bu yəni oxunub əzbərlənəsi bir şeydir. Bir yağlar əvvəldə dedim, ümumiyyətlə Allah Teala ümumi tövbədən, yəni ilahi məni bağışla, bundan xoşu gəlmir. Allah xoşlayır ki, bir-bir günahlarını dilə gətirəsən. İlahi, mənim bağışda filan günahımı, məndə filan var, mənim filan günahımı bağışla. Ümumi tövbə də yaxşıdır, amma ən yaxşısı, məsəl üçün, İlahi Pərverdigara, mən əmr etməyi sevirəm, amma mənə əmr olunanda mənim xoşuma gəlmir. Bax, bu günahımı bağışla mənim. İlahi, mən, belə deyək, başqalarından ən yaxşısını istəyirəm, kamilini istəyirəm xidmətin, amma özüm xidmətə gələndə naqis eləyirəm. Bax, bu naqisliyi bağışla məndə. Bu cür deyir Allaha dua eləyin, bu cür tövbə eləyin. Bu xutbələrdən ki, Əleyhisselam dindarlarda olan nöqsanlardan danışır. Dindar camiyədən danışır, qıraqçıdan danışmır. Ki, o nöqsanlardan çoxunu axtarsaq, biz özümüzdə tapacağıq. Özümüzdə tapacağıq. Özümüzdə tapa bilirik və bunları oxuyub tapaq və bunlardan tövbə eləyək. Deməyək ki, İlahi məni bağışla. Deyək, filan şey məndə var, onu bağışla. Bu hədis bizim üçün belə deyək, güzgü misalındadır ki, onu tez-tez oxuyaq və özümüzü islah eləyək. İslah eləyək. O, Allah göstərməsin, görmüşsünüz də bombardıman deyirləri, hər yer dağılır. Bu hədis o bombardıman hədislərdəndir. Mən inanıram ki, hərəmizə bir 3-4 dənə qəlpə dəydi burada. Yəni, düzəltmək mənasında. Ki, insan oxuduqca bu hədisi, görürsən ki, İlahi, məndə demə bu varmış. Qıraqdan da danışmır Həzrət Əleyhisselam. Dindar camiyənin nöqsanlarından danışır ki, bunları düzəldin. Bunları düzəldin ki, lə təkun, o kəslərdən olma. Əvvəli belə başlayır. Lə təkun, o kəslərdən olmayın. O kəslərdən olmayın ki, filan şey eləyir, filan şey xoşlayır, filan şey xoşlamır. O kəslərdən olmayın ki, fani işlərindən nəfəs alır. Əbədiyyətə aid olan işlərin, belə deyək, orada zəifdir. Deyir, o kəslərdən olmayın. Allah'a and verə izzət və cəlalı xatirinə Allah Teala bizləri dinində
öz belə deyək yolunda, Əhl-i Beytin yolunda sabit qədəm olan bəndələrindən qərar versin. Allah Taala bizlərdə olan bu ki saydığımız Həzrət Əleyhisselamın kəlamında olan əgər ki çox güman ki bizdə var bu nöqsanlar, Allah Taala bu nöqsanları inşallah ki bizlər üçün aradan qaldırsın. Allah Taala bizlərə güc, qüvvət versin ki bu nöqsanları qaldırmaqda Allah Taala bizlərə yardımcı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. İnna a'taynakal kəvsər fəsalli li rabbika vənhar. İnna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali peyğəmbərə salavat zikriliyək. Varis olduğu varislər dünyasını dəyişmiş alimlər, abidlər, zahidlər, şəhid və siddiqlər ruhları şad salavat zikriliyək. Allahümmə salli ala Məscid mənbər inşa edənlər, məxsusən bu məscidi mənbər inşa edib haqq dünyasında olanlar var. İstirahət ruhları haqqında salavat zikr edin. Allahümmə salli ala Muhammed ve Ali Muhammed ve accil faracahum. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala Resulillahil amin habibi ilahina ve tabibi nufusina Abil Qasimi Mustafa Muhammed. Salli ala Muhammed ve ala Muhammed ve ala Aliyin emiril mu'minin ve ala Fatımetez Zehra ve ala Hasani vel Hüseyin ve Ali ibnil Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Haccetil Qaimil Mahdi. Allahümme salli ala Muhammed ve ala Muhammed. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Bir neçə gün bundan əvvəl İmam Musa Rıza Aleyhisselamın dünyaya göz açdığı gün idi, Həzrətin Mövlud günü idi. Bir neçə kəlmə də inşallah ki, Peyğəmbər və Əhl-i Beyti haqqında və eyni zamanda Həzrəti Əli ibn Musa Rıza Aleyhisselam haqqında inşallah xidmətimizdə olacağıq. Sonra isə inşallah ki, namaza keçəcəyik. Allah Teala Quran-ı Kərimdə buyurur ki, və iz qulna dukhulu hadihil qarya fəkulu minha haythu şi'tum ragada vadkhulul bab succadan və qulu hittatun نغفر لكم خطاياكم وسنزيد المحسنين. Deyir ki, Allah Teala xatırlayın ki, sizə bu kəndə girin, bəyəndiyiniz yerdə istədiyiniz şeyləri rahatlıqla yiyin və buranın qapısından Allaha səcdə eləyən halda hiddə, yəni bizi bağışla deyərək daxil olun. Biz də deyir, sizin günahlarınızı bağışlayarıq. Biz yaxşı əməl edənlərin savabını, mükafatını Allah Teala buyurur ki, artıracağıq demişik. Ümumiyyətlə, həmişə cəmaatın bir qrupu, bəzən də böyük əksəriyyəti onları hidayət eləmək üçün göndərilən peyğəmbərlərə qarşı müxalifətçilik yaparıblar. Onlar dünyada, belə deyək, əllərində olan azacıq mənfəətin əllərindən çıxacağını düşünüb, peyğəmbərlərlə düşmənçilik eləyiblər. Və qeyd elədiyimiz bu ayə də Bəni İsrail barəsində nazil olub. Bir zaman deyir Allah Teala onlara deyir icma, cəmiyyət arasında yaşamağı göstəriş verir. Həmçinin deyir ki, bəyəndiyiniz yerdə yaşamaq istəyirsinizsə, harada yaşamaq istəyirsinizsə bəyəndiyiniz yerdə və istədiyiniz yeməklərdən yemək imkanı Allah Teala onlara belə deyə bəxş eləyir, verir.
Amma Allah şərt qoyur orada. Deyir, şərti budur ki, Hiddə qapısından keçəndə Hiddə sözünü demək lazımdır. Yəni, ilahi tök, bağışla. Hiddə, yəni tök, ətəkdən tök, bağışlamaq mənasında. Beytül Müqəddəsin, Qüds məscididə, Beytül Müqəddəsin bir neçə qapısı var. O qapılardan birinin adı Hiddə qapısıdır. Hiddə qapısı. Hiddə sözü tökülmək mənasında ifadə olunur. Və buna görə də onlar Allaha səcdə etməli idilər və bu qapıdan keçəndə yalvararaq Hiddə sözünü deməlidirlər ki, ilahi bizim günahlarımızı tök, ilahi bizim günahlarımız və yaxud da bağışla. Deyir, bu cür deyib ora daxil olmalı idilər. Lakin deyir, bu Bəni İsrail inatkarlıq elədi, inatkarlıqlarından deyir, əl çəkməyib, bir dənə deyir, Hiddə sözünü deməyə razı olmadılar. Həmin qapıdan deyir, daxil olanda əksini dedilər. Dedilər ki, bizi bağışlama. İlahi, bizi bağışlama. Deyir, onların qəbirlərində bəslədikləri kin, kudurət Allah Taala'dan bağışlanmaq istəməmələrinə gətirib çıxartdı. Buna görə də Allah onlara belə deyək əzab nazil elədi. Buna görə də onlar izzət, xoşbəxtlik və səadətdən belə deyək məhrum oldular. Burada indi bir dənə sual yarana bilir ki, bəs Allah ki bu ayədir, bu ayənin tətbiqində məqsəd nədir? O sualın cavabı belədir ki, Allah Teala bizi yaradıb və ona səcdə eləməyi əmr eləyib. Allah Teala bütün insanları ona ibadət eləmək üçün yaradıb. Quranda ayəsi var da. Bəndənin əsl vəzifəsi də məhz Allah Teala qarşısında səcdə eləməkdir. Allaha səcdə etmədən, belə deyək, insanın bağışlanması mümkün deyil. İnsan səcdə eləməsin, bağışlansın, deyir, yox, səcdə eləməlidir ki, bağışlansın. Hədislərdə bu cür nəql olunub ki, bir insan Allaha səcdə eləməsə, namaz qılmasa, Əbu Qubeys dağı qədər qızılı yoxsullara payləsə, onun bu əməli qəbul olunmayacaq. İkincisi, biri Allaha səcdə eləməlidir. İkincisi, Həzrəti Peyğəmbərdən sonra yer üzündə Allahın höccətlərinə tabi olmaqdır. Bir, Allaha səcdə eləməlidir. İki, Həzrət Peyğəmbər və Peyğəmbərdən sonra olan höccətlərə tabi olmalıdır. Kim həmin höccətlərə əhəmiyyət verməyib, dolayısı yollarla, belə deyək, Allaha yaxın olmaq istəsə, onun bu istəyi baş tutmayacaq. Qəbul olunmayacaq. Deməli, səcdə eləməklə yanaşı, həm də Allahın təyin etdiyi nümayəndələrə daha doğrusu itaət eləmək lazımdır. Həzrəti Musa deyir, Musa Peyğəmbər günlərin deyir, birində bir nəfəri görür ki, bir nəfər Allaha yalvarıb yaxarır. Yalvarmaqdan deyir, həmin adamın rəngi deyir, saralıb. Deyir, o qədər yalvarıb ki, rəngi saralıb, üstündəki paltar da artıq çürüyüb. Neçə ildir bu Allaha yalvarır, rəngi saralıb. Köhnəlib deyir, çürüyüb. Həzrəti Musa deyir, Allaha münacat eləyəndə deyir ki, ilahi, bir dənə nəfəri gördüm. Deyir, yalvarıb səndən nəsə istəyirdi. O qədər dua eləmişdi ki, rəngi belə saralmışdı. Deyir, niyə görə ilahi onun istəklərini vermirsən? O ki, sənə bu cür yalvarır. Üstündə, başında paltar köhnəlib, az qalsın çürüsün, rəngi saralıb. Allah Teala deyir, Həzrəti Musaya cavab verir ki, ey Musa, o günün istisində dayanıb, paltarları çürüyüb, yerə tökülənə qədər dua eləsə də, mən onun duasını qəbul eləməyəcəm. Çünki mənim yer üzündə təyin etdiyim höccətimi, yəni səni saymırıq. Sən mənim höccətim deyilsən, mən səni Peyğəmbər olaraq göndərməmişəm ona, rəhbər olaraq o səni saymır. O deyir, əynindəki paltarlar çürüyüb, tökülənə qədər dua eləsə, onun duasını qəbul eləməyəcəm. O səni saymadan başqa bir yolla mənə çatmaq istəyir. Buna görə də ondan heç bir şey qəbul eləməyəcəm. O elə bilir ki, sənsiz gəlib çata bilər mənə, amma səhv düşüncədədir. Bax, Allah Taala'nın yer üzündə təyin etdiyi höccətlər onun qapılarıdır.
Hər kim Allaha yaxın olmaq istəyirsə, mütləq bu qapılardan birindən daxil olmalıdır. Quranda da bəyan eləyib ki, Allah Teala evlərə qapılardan daxil olun. Həzrət Peyğəmbərin əhl-i beyti də Allahın yer üzündəki höccəti və qapılarıdır. Kim Allaha deyir, yaxınlaşmaq istəyirsə, həmin qapılardan içəri daxil olmalıdır. Qala Rasulullah sallallahu aleyhi və alihi və səlləm İnnəmə məsəlu əhl-i beyti fikum məsəlu babil hiddə fi bəni İsrail mən dəxələğufirələ. Deyir, Həzrət Peyğəmbər buyurur, mənim əhl-i beytim sizin aranızda Bəni İsrailin hiddə qapısı kimidir. Kim bu qapıdan daxil olsa bağışlanacaq. Kim bu qapıdan daxil olsa bağışlanacaq. Kənzul Ümmal əsəri var. Əbu Said Əl-Xidridən belə nəql olunur ki, günlərin birində Həzrət Peyğəmbər məsciddə deyir, zöhr namazını qılıb, qurtarandan sonra üzünü deyir, tutur, cəmaata belə buyurur. Buyurur ki, Məəşir əshabi, ey mənim səhabələrim, səhabələrə deyir, ey mənim səhabələrim, İnnə məsələ əhl-i beyti fikum məsəlu səfinəti Nuhin və bəbi hiddətin fi bəni İsrail. Mənim əhl-i beytim sizin aranızda Nuhun gəmisi kimidir və eləcə də Bəni İsraildəki hiddə qapısı kimidir. Fətəməssəku bi əhl-i beyti ba'di vəl əimmətir raşidin min zürriyyəti. Məndən sonra onların ətəyindən yapışın, onlar mənim zürriyyətimdən olan hidayətçi, raşidi imamlardır. فَإِنَّكُمْ لَنْ تَضِلُّوا أَبَدًا. Onlar mənim zürriyyətimdən olan raşidi imamlardır. Əgər belə etsiniz, siz yolunuzdan heç vaxt azmayacaqsınız. Deyir, sonra bir nəfər sual verir. Fəqilə, Peyğəmbərə bir nəfər deyir, ya Rasulallah, kəmil əimmətu bə'ədək. Ya Rasulallah, səndən sonra gələn imamların sayı neçə nəfərdir? Peyğəmbər deyir, cavab verir ki, onlar mənim əhl-i beytimdən olan 12 nəfərdir. Peyğəmbər cavab verir, fəqal, İthna əşərə min əhl-i beyti. Onlar mənim əhl-i beytimdir, olan 12 nəfərdir. Buna bənzər hədislər Həzrət Peyğəmbərin əhl-i beytindən və zürriyyətindən olan imamlar haqqında çox hədislər, belə deyək, Peyğəmbər söz açıb. Bəzi hədislərdə isə bir-bir imamların hətta adını, belə deyək, hesablayıb. Bəzi mənbələrdə bunu gizlədirlər, bəzi mənbələrdə açıq şəkildə verirlər, bəzi mənbələr 12 nəfəri bəzi insanlarla tamamlamaq istəyirlər. İstəyirlər ki, məsəl üçün, Bəni Abbasdan, Bəni Üməyyədən adamlar daxil edirlər ki, 12 nəfəri ancaq naqis qalır görürsən. Amma Peyğəmbərin hədisi var, açıq-aşkar ki, Peyğəmbər o hədisdə 12 nəfərin hətta adını çəkir. Əbu Hüreyrədən bir dənə hədis var, Həzrət Peyğəmbər buyurur ki, Nəhnu səfinətun nəcə, mən təalləqə bihə nəcə, və mən hədə anhə hələk, fəmən kənə ləhu ilallah həcətu, yəsəl binə əhlə beyt. Biz nizat gəmisiyik. Kim bu gəmiyə minsə nizat tapacaq və kim uzaqlaşsa həlak olacaq. Kimin Allahdan bir istəyi olsa, biz əhl-i beytin vasitəsi ilə istəsin. Bu hədis Əbu Hüreyrədəndir. Digər bir hədisdə əhl-i beyt Allahın evinə bənzədir Peyğəmbər. Deyir ki, əhl-i beyt Allahın evi misalındadır. Ümumiyyətlə, bütün məscidlər Allahın evidir. Lakin Həzrət Peyğəmbər hədisdə əhl-i beyti Məscidül Hərama bənzədir. Bütün məscidlər Allahın evidir. Və vacibdir ki, bütün məscidlərin hörmətini saxlayasan. Amma əhl-i beyti Məscidül Hərama bənzədir. Çünki Məscidül Həram bütün məscidlərdən daha şərəfli, şərafətlidir. Küfə məscidi də ən şərəfli, belə deyək, məscid hesab olunur. Küfə məscidinin fəziləti digər məscidlərdən üstündür. Küfə məscidindən şərəflisi isə Qüds məscididir. Qüds məscidində qılınan 2 rükət namaz digər məscidlərdə qılınan 10.000 rükət namaza bərabərdir.
Qüds məscidindən daha şərəflisi Həzrət Peyğəmbərin Mədinədəki məscididir. Amma bütün məscidlərdən ən üstünü və şərəflisi Məscidül Həramdır. Bu məscidin fəziləti tamam başqa bir şeydir. Hədislərdə bu cür nəql olunub. Kim orada vacib namazı, zöhr, əsr, sübh namazı fərq yoxdur, bircə vacib namaz qılsa və Allah həmin namazı qəbul eləsə, Məscidül Həramda biri vacib olan namazlardan birini qılsa, sübh, zöhr, əsr, şam, xiftan fərqi yoxdur, birini qılsa və Allah o vacib namazı orada qəbul eləsə, o namazın şərafətinə xatir həmin şəxsin ömür boyu qıldığı namazların hamısı qəbul olunur. Məscidül Həramda namaz qılmısan, vacib namaz qəbul olub, bundan sonra nə qədər yaşayacaqsan? 50 il, 60 il, 70 il, 100 il fərqi yoxdur. Nə qədər namaz qılsın, Allah deyir, o bir dənə vacib qəbul olduğu Məscidül Həramda qılıb, vacib namaz qılıb, qəbul olub, o namazın şərəfinin xatirinə ömür boyu qıldığı bütün vacib namazları qəbul eləyəcək. Daha nə istəyirsən? Ayədə var, Quran ayələrində, kim Məscidül Hərama daxil olsa, daim əmin-amanlıqda olar. Bundan əlavə Məkkə, Kəbə və Məscidül Həramın fəziləti, əzəmət və şərafətləri qeyd olunub da hədislərdə gəlib, belə deyək. Odur ki, Həzrət Peyğəmbər öz əhl-i beytini məhz bu Məscidül Hərama bənzədir. Fəzilətin dedik. Fəziləti nəyə bərabərdir və bütün məscidlərdən üstündür? Buyurur ki, qalə Rasulullah li Ali ibn Abi Talib. Həzrət Əli əleyhissalama Həzrət Peyğəmbər buyurur ki, Məsəlukum ya Aliyyu məsəlu beytillahil haram. Həzrət Peyğəmbərdir Əli ibn Əbu Talibə buyurdu, ya Əli, sizin məsəliniz Allahın evinin məsəli kimidir. Məscidül Həram kimidir. Kim deyir, ora daxil olsa əmin-amanlıqda olar. Kim sizi sevib, vilayətinizi qəbul etsə, cəhənnəm azabından amanda olar. Onu deyir, bunu deyir. Kim sizinlə deyir, düşmən olsa, cəhənnəmə atılacaq. Ya Əli, onun yoluna ərzaq, minik, sağlamlıq baxımından gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısındakı borcudur. Deyir, kimin ərzağı varsa, sağlamlığı belə deyək, uyğundursa, yol açıqdırsa, Quran-ı Kərimdə Ali İmran surəsi 97-ci ayə həcci vacib eləyir də, deyib, borcudur ki, geçsin oranı ziyarət eləsin. Həcc barədə üzrü olan kəslər, diqqət eləyin Peyğəmbərin bu hədisinə, deyir, bu ayədir 90 Ali İmranda, deyir, o şəxslərin boynundadır həccə getmək. Ərzaq, yəni dolanışığı var, yol açıqdır, sağlamlığı da uyğundur. Düz? Deyir, həcc barədə üzrü olan kəslər üzrlü hesab olunur. Sağlamlığım yoxdur, gedə bilmirsən, Allah deyir ki, sənin boynundan götürdüm. İmkanın yoxdur, Allah deyir ki, sənin boynundan götürdüm. Kasıb və fəqirin üzrü qəbuldur. Kasıbdır, fəqirdir, üzrü qəbuldur ki, gedib oranı ziyarət eləməsin. Xəstənin üzrü qəbuldur ki, Allah boynundan götürür. Deyir, amma Allah sizin məhəbbət və vilayətiniz barədə fəqir və varlının, xəstə və sağlamın, kör və görənin üzrünü qəbul eləməyəcək. Həcc, Allah deyir, öz evinin ziyarət eləyə bilməmək qabiliyyətini, üzrünü keçir insanlar üçün. Xəstədir, eybi yoxdur. Ondan sonra kasıbdır, eybi yoxdur. Bir üzrü var, eybi yoxdur. Deyir, amma sizin məhəbbət və vilayətiniz kasıblıq, varlılıq, xəstəlik, sağlamlıq, kör olmaq, görməyə bağlı deyil. Kimliyindən asılı olmayaraq o haqda soruşacaq Allah Teala. Salman, Əbu Zər, Miqdad, Həzrət Əli əleyhissalam, Həzrət Peyğəmbərin deyir, bu əhl-i beyt barədə buyurduğu hədisi nəql eləyirlər. Həzrət Peyğəmbər buyurur ki, mənim əhl-i beytim ümmətimin içində səmanın ulduzları kimidir. Belə ki, göydə bir ulduz batanda digər ulduz onun yerinə çıxır. Deyir, bunlar da belədilər. Biri dünyasını dəyişəndə digərini onun yerini tutur. Onlar hidayət edən imamlardır, özləri isə hidayət olunmuşlardır.
Onlara qarşı olan kinin onlara heç bir ziyanı yoxdur. Kim onlara kin küdurət güdsə, onlara heç bir ziyanı yoxdur. Əksinə, burada ziyana düşən o kin küdurət güdən şəxsdir. Onlara itaat edən Allaha itaat eləyib. Onlara itaat etməyənlər Allaha itaatsiz eləyib, itaatsizliyi göstəriblər. Onlar həmişə Qur'anla, Qur'an da onlarlandır. Qiyamət günü Kəvsər hovuzunun kənarında mənimlə görüşənə kimi Qur'an onlardan, onlar da Qur'andan ayrılmayacaqlar. Onların birincisi hamısından xeyirli olan qardaşım Əlidir. Sonra oğlum Həsən, sonra oğlum Hüseyn, sonra Hüseynin övladlarından olan 9 imamlardır. Başqa bir hədisdə Həzrət buyurur ki, ey mənim ümmətim, İc'alu əhli beyti minkum məkənər rəs. Baş insan bədənində və eləcə də iki göz başda mühüm üzvlər olduğu kimi, baş insan bədəninin mühüm üzvüdür. Başın da mühüm üzvləri 2 dənə gözdür. Deyir, bunlar mühüm olduğu kimi, mənim əhl-i beytimi öz aranızda baş və başda olan 2 göz kimi qərar verin. Baş və başda olan 2 göz kimi qərar verin. Belə ki, başsız bədən hərəkət edə bilmədiyi kimi, gözsüz baş da öz hərəkət istiqamətini tapa bilməz. Bədən başsız, başda gözsüz deyir, hərəkət eləyə bilməz. Mənim əhl-i beytim bədəndə olan baş, başda olan 2 göz misalındadır. Salman deyir, günlərin birində Həzrəti Peyğəmbər deyir, üzünü mənə tutdu, buyurdu ki, ya Salman, ey Salman, Allah Teala elə bir nəbi və Peyğəmbər göndərməyib ki, onun üçün 12 vəsi və canişini olsun. Elə bir Peyğəmbər yoxdur, məndən başqa da belə deyək. Dedim, ya Resulallah, atamanla sənə fəda olsun, qurban olsun. Allah onları tanıyana nə verəcək? O 12 nəfəri tanıyana nə verəcək? Deyir, Peyğəmbər buyurdu ki, fəqal, ya Səlman, ey Səlman, kim onları mən arafəhum haqqa ma'rifətihim, kim onları layiqincə tanısa, onlara iqtida eləsə, onların yolu ilə getsə yəni, onları sevənləri sevsə və onların düşmənləri ilə düşmən olsa, and olsun Allaha ki, həmin şəxs bizdəndir. Peyğəmbər deyir ki, and olsun Allaha, həmin şəxs bizdəndir. Və biz hara getsək və harada məskunlaşsaq, o da bizimlə bir yerdə olacaq. O da bizimlə bir yerdə olacaq. Odur ki, Həzrət Peyğəmbəri və imamları ziyarət eləyəndə gərək mərifətlə ziyarət edərsən. Onların haqqını tanımaqla ziyarət eləmək lazımdır. Allahın yer üzündəki höccəti bilmək lazımdır və onların haqlarını tanımaq lazımdır. İmam Rıza əleyhissalamdandır bu hədis. Buyurur ki, qiyamət günü qəbrimin zəvvarları Allah Teala'ya tərəf kəramətlə daxil olacaqlar. Kim ki mənim qəbrimin zəvvarı olub, onlar Allaha tərəf kəramətlə daxil olacaqlar. Məni ziyarət edən hər bir mömin səmadan üzünə su düşəcək qədər ziyarət yolunda əziyyət çəkərsə, yəni bir damla, yağışın suyu düşür bir dənə, o qədər əziyyət çəksə mənim ziyarətimin yolunda, cəsədi cəhənnəm atəşinə haram olar. Həzrəti imamlarımız Həzrəti Peyğəmbərimizin canişinləridir. Həzrəti Peyğəmbərin sünnəsi məhz sünnəsini belə deyək, onlar davam elətdirirlər. Həzrəti Peyğəmbərin atdığı addımları onlar belə deyək, eyni ilə atırlar. Onların bütün hərəkətləri Həzrəti Peyğəmbərin sünnəsidir. Əbu Həbib Nəvaci Mədinə şəhərinin Nəvaz kəndindən idi bu şəxs. Deyir, gecələrin birində yuxuda gördüm ki, cəmaat deyir, bizim kəndin məscidinə axışır. Bunun deyir, səbəbini soruşdum ki, bu nə məsələdir cəmaat? Yuxuda yatıb görür ki, cəmaat axın eləyir məscidə. Deyir ki, nə məsələdir, nə baş verib ki, hamı məscidə gedir? Deyirlər ki, Peyğəmbər gəlib məscidə. Bəs onunla hamı görüşə gedir. Deyir, mən də getdim. Daxil oldum məscidə. Məscidə daxil olanda gördüm ki, Peyğəmbər oturub həsirin üstündə, qabağında da bir həsirdən kasa var. O kasanın içində xurma var. Deyir, salam verdim Peyğəmbərə, salamımı aldı, çağırdı məni qabağa. Qabağa çağıranda əlini atdı kasadan bir ovuc xurma verdi mənə. Saydım, gördüm ki, 18 dənə xurmadır. 18 dənə xurmadır.
Deyir, Həzrət Peyğəmbəri ziyarət elədiyimə görə çox şad oldum. Deyir, yuxudan ayılandan sonra həmin 18 dənə xurmanın yozumunu başladım düşünməyə ki, bu görəsən nə olan şeydir? Niyə görə 18 dənə? 19 yox, 20 yox, 16 yox, 18 dənə. Deyir, belə güman elədim ki, mənim ömrümə yəqin 18 il qalıb. Bundan başqa ağlıma bir fikir gəlmədi. Gördüyüm yuxunun üstündən hardasa bir 20 gün keçmişdi ki, kənd cəmaatının gördüm, məscidə axının gördüm. Gördüm ki, cəmaat məscidə axışır. Soruşdum ki, nə üçün cəmaat məscidə gedir? Dedilər ki, İmam Əli İbn Musa Rıza Mədinədən Xorasana gedir və yol üstü bizim məsciddən düşüb yolu. Bizim kənddən düşüb, bizim məscidə gəlib. Cəmaat da onun ziyarətinə gedir. Deyir, elə bu zaman 20 gün bundan öncə gördüyüm yuxu yadıma düşdü. Deyir, töz özümü çatdırdım məscidə, içəri deyir, daxil oldum. Gördüm ki, İmam Rıza əleyhissalam əyləşib bir dənə həsirin üstündə, qabağında da xurma kasası, o da həsirdən deyilə. Deyir, bu mənim yuxuda gördüyüm hadisəyə bənziyirdi. Həzrət Peyğəmbərin yerində, amma İmam Rıza əleyhissalam əyləşmişdi. Deyir, yaxınlaşdım, salam verdim. İmam deyir, salamımın cavabını aldı. Alandan sonra səbətdən bir ovuc xurma verdi mənə. Götürdü, mənə uzatdı. Mən deyir, xurmaları aldım, başladım saymağa. Gördüm ki, yuxuda olduğu kimi 18 dənə xurma var ovucumda. Dedim ki, ey Peyğəmbər övladı, ey Peyğəmbər balası, bu xurmadan biraz da verə bilərsiniz mənə? Deyir, Həzrət qayıtdı, dedi ki, əgər Peyğəmbər sənə bundan çox xurma versəydi, mən də verərdim. Peyğəmbər sənə 18 dənə verib, elə mən də bu qədər verə bilərəm. Buna görə də Allah Teala yeryüzündə insanlar üçün höccət təyin eləyir və bizə də onlara itaət eləməyi vacib buyurur. İmam Rıza əleyhissalam dünyaya gəlməmişdən öncə Həzrət Peyğəmbər, İmam Əli və İmam Sadiq əleyhissalam onun barəsində hədislər danışırlar. Və bundan əvvəl özünün də öz barəsində kəlamları var. Həmzə İbn Cəfər deyir ki, bir gün İmam Rıza əleyhissalam Məscidül Həramdan çıxırdı, qapıda Harunla rastlaşır. Deyir, imam üzünü çevirir başqa qapıdan. Çıxır. Deyir, Harunla rastlaşarkən ona eşitdirməkdən ötürü bu cür deyir. Deyir ki, ey Tus, bir zaman gələr ki, mənimlə onu bir yerdə görüşdürərsən. O yan dəfn olunaraq. Səcistani var. Deyir ki, Məmun İmam Rıza əleyhissalamı Xorasana dəvət elədiyi ərəfələrdə Həzrət Peyğəmbərin qəbrini ziyarət eləyirdim mən. Deyir, birdən gördüm ki, imam da ziyarətə gəlib. Deyir, Həzrətlə deyir, yaxınlaşanda gördüm ki, Peyğəmbərin qəbrindən vida eləyir Həzrət İmam Rıza əleyhissalam. Deyir, biraz elə vida elədi, biraz uzaqlaşmışdı ki, ağlaya-ağlaya təzdən gəldi, deyir, geri. Ayrıla bilmirdi Həzrət Peyğəmbərdən. Deyir, bir neçə dəfə bu hərəkəti təkrar eləyəndən sonra Həzrəti İmam Rıza əleyhissalam buyurdu. Buyurdu ki, فَإِنِّي أَخْرُجُ min cavari cəddi sallallahu aleyhi və alihi və səlləm və əmutu fi qurbəti və udfən fi cənbi Harun. Mən cəddimin kənarından ayrılıram, qürbətdə öləcəyəm və Harunun yanında dəfn olunacağam. Harunun yanında dəfn olacağam. Həzrəti İmam Rıza əleyhissalam haqqında çox danışmaq olar. Elə dedim ki, bir neçə gün bundan əvvəl Zilqədə ayının 11-i imamın, belə deyək, Mövlud günü idi. İnşallah ki, həm Peyğəmbərin əhl-i beyti ki, İmam Rıza əleyhissalam da əhl-i beyt içərisindədir, həm də belə deyək, təbərrük olsun. Allah Teala inşallah ki, Həzrətin bu dünyada ziyarətin, üqubada şəfaətin bizlərə nəsib eləsin. Allah Teala bizi öz yolundan, Peyğəmbərinin və onun əhl-i beytinin yolundan belə deyək, ayrı salmasın. Allah Teala bizləri sabit qədəm qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat zikr eləyək. Allahümmə salli alə Muhammed və ali Muhammed.